Hallusinasiyaların obyektiv və subyektiv əlamətləri var. Obyektiv əlamətlərindən biri, görürsünüz ki, insan öz-özü ilə danışır və yaxud insan şübhə ilə ətrafa baxır. Diqqətlə, məsəl üçün, boş duvara və yaxud boş kağıza baxır. Belə, məsəl üçün, alkoqol psixozlarda olur ki, belə boş kağızı verirsən insana və deyirsən ki, bax gör bu kağızda sən nə şəkillər görürsən və tamamilə ağ kağızda insan orada müxtəlif şəkillər, onun gözünə gələn hallusinasiyaları sizə deyə bilər. Və yaxud tamamilə ağ divara baxaraq, boş divara baxaraq xəstədən soruşsan, sən bu divarda nə şəkillər görürsən, o sizə danışa bilər müxtəlif şəkillərlə.